Birinci sifarişimiz geldi. Boranı Əhmədlidən götürürük. Gələcək elə bura Günəşliyə qayıdacaq. Eybiyyatlı buralara qayıdacaq. Gedək götürək. Günəşlidəyəm. Oy Allah kömək olsun. Arkada da deyib qaba. Salam olsun dostlar. Necəsiz? Nə var nə yox. Bu günləri çıxdım yenə də işləmək. Siz üçün çəkim. Hava çox küləklidir. Yağış olmasa da hava küləklidir. Amma ki mənə heç bir problem yoxdur. Bir də ki dostlar, kanala abunə deyilsə abunə olun. Sualınız varsa kommentdə yazın. Və yüksək keyfiyyətli və münasib qiymətə ətir istəyirsə bu nömrəyə yazın. Ətiri mən çatdırıram sizə. Mən satıram onu, keyfiyyətə cavab deyirəm. Bu ətir birinci əldir, ucuz ətirlə, yəni o qramın həm 10 qəpiyə, 12 qəpiyə, 9 qəpiyə, həm 6 qəpiyə, litri 1 manata, 2 manata satılan ətirlərdən deyil. Yəni keyfiyyətlidir, yəni keyfiyyətə zəmanət verirəm. İstəsəz bu nömrə ilə əlaqə saxlayın, çatdırma edin sizə. Həm qadın, həm kişi ətiri. WhatsApp-a yazın bu nömrəyə. Biz davam edəyək. Çıxdım bugün işləməyə, indi görək. Yollar necədir? 17:39-da belə deyək də birinci sifarişimiz gəldi. Əhmədlidən Boranıdan. Deməli yollarda iki tip sürücülərə rast gəlirəm. Kimə ki yol verirsən sağ ol deyir və kimə ki belə deyək də yol verirsən sağ ol demir. Elə də bir də sifət alır ki, hələ sən ona elə bir ki borclu qalırsan. Ona görə hər tipli insanlar var. Elə də sürücü var üçüncü kateqoriyalı. Hansına ki yol istəmirsən, sadəcə durursan, amma yenə də sağa çəkir ki, ya sola çəkir ki, keçəsən. O sürücülərə çox sağ ol deyirəm və həmişə xeyir-dua verirəm onlara. Ki Allah onları xeyir-dua olasın, hər bir işində necə deyərlər, uğurlu olsunlar. Gəldik Boranıya. Salam aleyküm. Bu 154 nömrə sifariş. Bəli. Bakı dönəri. Yox, olmaz. Bəli. 154 Bakı dönəri. 154. Sağ ol, çox sağ ol. Bir dənə dönərə görə nə demək istəyirdi görəsən. Bir dənə dönərə görə nə çatmadı mənə. Nəsə deyirdi, saxladı, demədi. Maraqlıdır. Biz getdik. 3.4 kilometr, amma səhv göstərir yolu. Bir dəqiqə düzələcək. Azalacaq daha doğrusu. Getdik, neçə oldu? 2.5 dedim axı. Yaxşı ki bundan qabaq baxmışdım hara gedirəm. Günəş tərəfə gedirəm. Əhmədli də həmişə kimidir. Burada ağaclar vardı o vaxt. Kəsdilər, qırdılar, tökdülər. Ellədilər buranı ki. Tikdilər bir dənə belə mağaza. Hamısı puldur da qardaşlar. Hamısı pul mənbəyidir. Ağac nəyə lazımdır ki? Əsas pul gəlsin. Gecə ilə ağacları kislata tökdülər. Neynədilər? Cəmaat qalxdı. Haykü, amma heç nə kömək eləmədi. Nəysə, bizim birinci sifarişimizdir. 2.4 kilometr. Gedək o aparaq ki, nə qədərsə yazmışdı. Ondan sonra davam edək təzdən görək nə gələcək. Birinci sifarişimizi çatdırdıq. Sağ olsun, xanım özü düşmüşdü. Elə blokun qabağında gözləyirdi. Çox sağ ol, təşəkkür edirəm. Belə deyək də müştərilərə, hansı ki doğrudan çox rahat da olaraq. Həm ünvanı düzgün yazmışdı, konumu da düzgün vurmuşdu. Və özü düşdü, sifarişi götürdük. Birinci sifarişi bağladıq, yüksək tələbat oldu. Düşək biz aşağı, yol verək. Düşək biz aşağı, təzdən Əhmədli tərəfə. Gözləyək növbəti sifarişimiz gəlsin. Biraz külək var, amma belə
Əsas yağış yoxdur. Burada Günəşlidə qalan, köynə Günəşlidir bura. Hər bir izləyicimə salam olsun. Günəşlidə qalırsınızsa, məni izləyirsinizsə, bir dənə kommentdə yazın. Bu sifariş gəldi. Yakudza Sushi Həz Aslanov. Yox, ora gedən deyiləm. Bax, deyirsiniz, bütün sifarişləri götürürsən. Nəyəm atqaz eləyirəm, niyə eləmirəm ki? Bütün sifarişləri atqaz eləyirəm. Bütün yox, ürəyim istəmədiyim sifarişləri. 1.97. Çünki mən bu dəqiqə Kinoteatr Bakı tərəfdəyəm. Ged Həz Aslanova 1.97-dir də. Bir də ona görə götür. Yəni mənə sərf eləmirsə götürmürəm. Amma mənə sərf eləsə tutaq ki 1.15 olsa buradan ora mən götürəcəm. Heç kimdən də soruşmayacağam. Mənə maraqlı deyil də kiminsə fikri. Bildiniz necə? Yəni fikrim sizə çatır. Əgər mən çıxmışam işləməyə, bu mənə sərfəlidirsə mən işləyəcəm. Yox, mənə sərfəli deyilsə bax indiki imtina edəcəm. Növbəti sifariş gəldi ki, 2 sifarişdə 6.11. Hara gedəcək? Ağşəhər tərəfə, biri Enzə isə biri Ağşəhər tərəfə götürək. 2 dənə sifarişdir, götürək. Bunu götürəcəm. Taş fırın. Taş fırın Günəşlidədir. Bilirəm. Binəqədi. Binəqədi nədə olar? Taş fırın şeydədir. Günəşlidə dünən orada problem çıxmışdı. 2 sifariş. Görüm həmin yerdimi? Hə. Taş fırın. Hə. Heç nəfsi. Hop, qardaş bağışlasın məni. Biz gedirik. Bax, bunu götürəm. Bu mənə sərf edir 2 sifarişdir. Ağşəhərə, bir də harasıdır. Deniz tərəfə, bir də Ağşəhərə. Bu mənə sərf edir, bunu götürəm. Həm də ki 2 sifarişdir. Niyə də yox? Nəsə dostlar, keyfiyyətli, yüksək səviyyədə, yüksək keyfiyyətli ətir istəyirsinizsə, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Ətiri mən satıram, keyfiyyətinə də söz ola bilməz. Özünü soxmalıdır da. Bunlar hamısı gözləyir ki, Moskred məcburi yol verməli da. Hə dostlar, bezdirmişəm Eblanın əlindən bəzilən. Getdik. Deməli buradan ora 2.3 kilometr. Gedək görək. Orada da su içəcəm. Bu niyə gözləyir ki, bu yol sənindir burada. Sən niyə gözləyirsən? Gör, biri sağ ol dedi. O belə tipli sürücülərdən danışıram. Faktiki sağ ol deməlidir. Yol bizimdir. Nəysə, getdik, izləmədə qalın. Davam edək. Bir də dostlar, videonu bəyənirsinizsə, yəni xoşunuza gəlirsə, bir də bəyənmə işarəsini, belə like basın. Bir də mənə Rusiyadan yazırlar. Salamlar olsun sizə, Rusiyada məni izləyənlərə. Gəncədən qardaş yazmışdı. Salam olsun sənə də. Xüsusən sənə yazmışdın, Gəncədən baxıram. Bütün Gəncəlilərə, mənə izləyənlərə salam, izləməyənlərə də salam. Bütün Gəncə əhlinə salam olsun. Yəni baxmırsınızsa baxın kanalıma. Gəldik, çatdıq. Pis, ay bu pizza neydi? Bir dənə pizza şey yox, çatmır. Salam aleyküm gözəl insanlar, necəsiz? Pizza sosisli. Bir dənə pizza sosisli. İndi hə, bunu götürüm, iddialıca ikincisi de var. Cana bir dənə pizza sosisliyə gəlibdir, cana. Bırak, nə vermişsən? Gözlə mənə verəcəksin. Hazır vurublar avcı, ona görə. Səbir ol da cana. Yo, bir dənə pizza buradan götürdük. Bir dənə də Jobi'dir. Jobi haradır görürsən? Buradan haradır? Hə, 1.5 km Gəncə prospekti olsun. Yəni pizzanı yerləşdirək. Gedək, sosisli pizza, Jobi. Tut da bağladaq. Deyir, buradır, Jobi, sushi roll, normal. Prosto ora necə gedə indi? Uba, burada elektrik şeyi də var. Onu keçək. Jobi. Bir dənə Jobi'dən sifarişimizi götürək. Gedək. Getdi dostlar. Ayda, bu da küləkdiyə qalxdı. 6.1 kilometr buradan. Baxaq da 8 noyabra göstər. Hara göstər? Köynə Raboç. İndi buradan çıxıb geri qayıtmaq lazımdır. Döngə var oradan. Yavaş gedək. Çaşıb dönüb qayıdırdım. Birdən yadıma düşdü ki, buradan da çıxmaq olur axı.
8 noyabr prospektlə. Burada qalan hər bir izləyicimə salam olsun. Xəzər gedir də buralar səhv eləmirəmsə. Əgər mənə baxırsınızsa, zəhmət olmasa kommentdə yazın. Salam olsun hər birinizə. Yavaş-yavaş gəldik, çıxdıq hara? 8 noyabr prospekti tərəfə. Yəni ki, Raboçiyə. Külək pülüyür ha, bir ucuzdan pülüyür. Birinci sifarişi, daha doğrusu bu biri deyil. 2 dənə götürmüşəm. 2-nin biri. 1.9 kilometr qalıb. Sonra da 2-nin ikisi var. Görək o hara gedir. O da Ağşəhər arası gezir. Amma fırlanıb oradan qaçmaq lazımdır. Qaydacam bura təzdən. İstəmirəm. Şəhərə bir dəqiqə girirsən. Tıxaclar başlayır. Düz deyil, hava da hələ ki sərindir. Hələ ki deyəndə artıq sərindir. Çox da cəmaatca çoxsu şəhərə çıxmır gəzmə, evdə oturur. Gəldik maraqlı bir yerə. Səhv eləmirəmsə buranın adı Həzaslanov prospektidir. Səhv eləmirəmsə, dəqiq bilmirəm. Kim bilirsə bir dənə deyin, bura hara gedir. Bu biz Saradır. Asimanın qabağından dönürsən, üzü içəri. Bu tərəflərdir. İndi burada hansısa marketə görək tapaq, yol apar. Görək. Cəlal Ağayev küçəsi. Maraqlı deyil, o qədər evlər tikiblər. Yəni o qədər yer var ki, hansına ki mən getməmişəm də. Artıq neçə ildir mən kuryer işləyirəm. Düzdür demirəm, daimi. Yox, hardasa 2 il daimi dayanmadan işlədim hər gün. Vöyənlə də. Yay, qış, nə bilim, yağış, qar bilmədi işlədi. Amma yaxşı qazanc var idi o vaxtda, dəhşət idi. Yəni günorta çıxırdı, minimal sifariş 5 manat idi. Fərqi yoxdur, yaxın, uzaq. Nə bilim, istiqaməti dəyişirdin, əlavə pul yazırdı. Yəni bir çox üstünlüklər var da, belə deyək. Gözəl də buralar sizə deyim. Çox gözəldir, bəyəndim buraları. Burada maşın saxlama. Qışa evlər var. Nə qalıb? 320 metrə. Biraz çəkim sizin üçün siz də görün. Ha, bu da Lider TV-də ora, baxın qabağı. Abi yol mənə hara ki. Tanımıram özdə buraları, sonra çıxmaq var. Nəysə də şeylə çıxaram da, navigatorla, navigation. Birazdan bu çənlər zadda yığışdıracaqlar. Deməli, bu sifarişi çatdırdıq. Xanım özü gəldi, götürdü. İndi gedirik növbəti sifarişi çatdıraq. Görək buradan neçə kilometrdir və haradır. 3.5 kilometrdir. Haradır? Xəzər 8 noyabr. Getdi. Bu günlər deyirəm də, Allah canlarını sağ eləsin. Ürəklərinə görə versin. Çox mərifətli və mədəni sifarişçilər düşür də mənə, belə deyək. Bak, indi buradan çıxaq. Gedək ora. Buralarda biraz çəkdim sizə üçün. Yaxşı deyə, belə deyək. Bakı nəyi var, böyüyür. Böyüyür deyəndə ki, yəqin ki, boş yerlər də olur da, belə deyək. Sola niyə? Ona qaydıram elə. Hə, düzdür, sola, sonra çıxıram da Ağşəhərə. Mən də çaşdım. Təmiz. İzləmədə qalın, davam edirik. Like qoyun, abunə olun, komment yazın. Ətir almaq üçün bu nömrəyə yazın. Getdik. Deyirəm, yollar boş olanda necə gözəldir. Gözəllik var, bildiyiniz gözəllik. Buna bax. Elə rahat gedirəm ki, super. Nədir ki, buradan Əhməddən şəhərə 10 dəqiqəyə çatırsan. Buna bax, yol bomboşdur. Motosikletə bax, burayın da. Ləzzət edir. Kaş ki, həmişə belə olardı. Yoxsa basa-bas, soxa-sox, o oradan girir, bu buradan girir. 3 zolaqlı yol olur, 5 zolaqlı, 6 zolaqlı yol. Hər bir yerdən özünü soxur, tələsir. Hava da qaralır, göyə baxın necə gözəldir. Çox gözəl mənzərə var. Belə bir gözəl yerə gəldik. Spektr inşaat, çox qəşəngdir, təzə tikilənlər. Gedək bunu aparaq. Görək nətər olur. Nəsə, bura gəlsəz buradan deyil giriş. Haradasa şlagbaum var. Gedək görək şlagbaum haradadır.
Axtarım tapım. Telefon da nə pis qaldı əlimdə, hə. Gəl yerə hələlik. Maşınlar deyir, girən yer şlagbaum var, oradan girin. Yaxşı, girək. Sadəcə bunu tapmaq lazımdır, şlagbaumunu. Mən artıq ikinci dəfə fırlanıram. Spektr inşaat. Bəlkə buradan da giriş. Nə bilim, bura elə bir ki, bəyalı kruq vurdum axı. Bir parça. Orada deyir bu şlagbaum. Giriş çıxır. Bəlkə buradır. Hadi buradır. Məndəki. Görək nə olacaq. Salam aleyküm. Birinci buradır. Birinci blok, heç də tapdın deyil. Buraymış məndə. Təsəvvür edirəm, burada evlərin qiyməti neçədir. Qəşəng bir dənə binadır. Yəni, heç cür bura keçmərsən də, yəni qıraq adam, bilməyən adam, nə bilim, tanımayan adam. Çünki hər şey belə konkret bağlı, yəni qəşəng. Sifarişi də bağladıq. İndi qoy internet versin. Növbəti sifariş gəldi. Dedim də buradan qaçmaq lazımdır. Verir Heydər Əliyev tərəfə. Yazır ki, ümumi 5 neçə kilometr olacaq yolun uzunluğu, amma 810 metrə. Bir də çıxaq. Buradan qaçmaq lazım. Bilirəm də. Bura girdim var ha, Ağşəhərzad tərəfə. Bil ki, şeyə verəcək. Nədir onun adı? Şəhərə. İndi bir dənə, belə deyək, gic navigator özünü düzəltsin. Tak, harada olar dönər? Burada olar, orada dönər, olar. Harası bu tərəfə göstərir, gedək görək. Yazırsınız Yandex, bilmirəm, nəsə bir dəfə Yandex işlətmişəm, Yandex navigator. O da tupoydu ha, normal göstərmir. Düzdür, Waze ondan da 5 bətərdir. Amma bu bilmirəm nə ilə bağlıdır. Niyə sola dönməliyəm? Buradan sola dönün, sağa dönün, sağa dönün, sola dönün, sola dönün, sağa dönün. İndi axırı ki bir yerə bir qərar çıxar görüm, mən hara dönməliyəm? Ola bu nə üstümə gəlir? Yenə sola dön, sağa dön, sağa dön, sola dön. Gic oğlu, gic navigator. Ay, sən necə bezdirmisən məni. Düz gəldim, nə yaxşı. Bura nədir belə, nə qəşəngdir buralar. Sola dönün, sağa dönün, sağa dönün, sola dönün. Oba, çox gözəldir buralar, zirə. Bura deyirəm də, bura bizim kimi kuryer işləyən üçün deyil. Bura konkret, nə bilim, Vol şirkətini işlədən adam üçün diner, deyə bura olacaq. Diner dönər. Yəni bura pullu deyil, olsa da heç nə olmaz, biraz gözləyək. Görək hazırdır başı. Dostlar, arada kanala abunə olmağı unutmayın. Yox, hələ hazır. Toyuq, gyros, pide pindirli, dombik dönər toyuq. Atmeyitsiz, что заказ опаздывает, bəli. Hələ hazır verməyiblər. Gözləyək. Hazır olanda qoşularıq. Baxın, vurub hazırdır. Bax, yemək vurublar ki, hazırdır. Yaxınlaşmışam. Deyir, hazır deyil, hələ gözləyindirəm. Bəs niyə hazır vurursun? Çox vaxt keçib. Dedim, o vaxt keçib, onda tez düzəldin də. Bunu niyə vurursun hazır, amma reallıqda hazır deyil. Mən dedim, amma halal olsun. Administrator sonra çıxdı, dedi, biz pis hazırlamışdıq sifarişi. Ona görə təzdən başladı hazırlamağa, sizə halal olsun. Dedim, problem yoxdur, gözləyərəm. Dedim, mən özüm də volta yazaram indi. Dedim, çox sağ ol. Və belə mərifətli, mədəniyyətli. Əlbəttə ki, gördü ki, gözləyirəm. Sağ olsun. Heç nə, gözləyək, 10 dəqiqə dedi. 10 dəqiqədə gözləyək. Görək də. Fəvarilər meydanı piyada keçdi. Qəşəng yerdir buralar. Küləklidir, başqa vaxt burada çox adam olur. Hava yavaş-yavaş qaralır. Buradan çıxacaq Heydər Əliyevə mərkəzinə.
Görək o tərəfə haradır. Buludlara baxın oradakı. Bilmirəm kamera göstərir yoxsa yox. Çox gözəldir. Yenə də sağ olsunlar. Allah bərəkət versin. Allah işlərini avan eləsin. 100 dəfə üzr istədilər. Dedilər yazmışıq ki, sizə bir problem yaranmasın. Çox sağ ol. Yenə də deyirəm, mərifətli, qabiliyyətli insanlara mən həmişə deyirəm ki, sağ olasınız. Allah bərəkət versin. Yəni, min şükür. İşləsinlər, tək ki, həmişə ruzuları bol olsun. Mərifətli, qanacaqlı insanlara. Görək biz neçə kilometr və hara gedirik? Ağşəhərə. Bura Ağşəhərdir. Nəsə gedək. 4.4 kilometr göstərir. Babək prospekti getdik. O motosiklet soydu, yarısı 20 dəqiqə. O soydu əməlli başlıma. 20 dəqiqə zat gözlədim. Yalan olmasın. Dönürük, burada dairə var, elə dairədən. Təxminən önce yolu tutdum ardın. Hara gedəcəm, çıxacam. Hava qaraldı deyə uşaqlar. Allah hər birinizi qorusun. Həmişə dediyim kimi, motosikletə mindiniz, fərqi yoxdur. Motosikletə minirsiniz. Maşına, avtobusa, metroya. Bir də dua edin ki, Allah məni qoru, sağ-salamat gedim, qayıdım. Evə, işə, işdən evə, evdən işə. Hara gəzmək olsun. Gedib, sağ-salamat gedib qaydasız. Biraz buranı da çəkim sizə. Gəldim yavaş-yavaş şəhərə. Deyirəm, nə qədər şəhərdən qaçırsan, qaç, yenə fırladır, gətirir şəhərə səni. Amma şəhər gözəldir. Yol boş olanda şəhər gözəldir. Bir balaca külək az olsa, deyim sizə, super ləzzətli işləmək olar. Bilməm, qaydı sağımdakı. Super ləzzətli işləmək olar, sizə deyim. Sür də, sür, mən də sürüm. Yox, qaydı, şeylər uçur. Piçorkadır bu, troykadır. Amma belə gözəldir şəhər. Axşam vaxtı. İşıqlar yanır. Ləzzətli. İndi mən fikirləşirəm ki, buradan necə fırladım, qayıdım təzədən şeyə. Əhmədli zat tərəfə. Buradan necə qaçım, Buradan olsa hara fırladırsan bu körpü, 100-dən bir dənə yolun o tərəfinə keçmək üçün misal üçün sifariş düşdürsən. Bir sən nə qədər körpü gəzirsən. Çöldən düzəldiblər binanı, idealdı, içərdən yalandan kraskalayıblar. Amma yenə də hər şey köynədir. Babon deyirdim. Bitirən kimi sifarişi verir. Prosta bu hansı tərəfə verir? Mənə maraqlıdır. Nərimanovdan götürüb hara gedəcəm? Hara deyib, Babək prospekti var. Özü çıxdın da mən baxana qədər özümə atkaz gəldi. Özüm bilərsən. Peki buranı bağlayayım mı, qaçım şeyə? Gəlin bağlayayım buranı. Qaçım Əhmədliyə, oradan qoşularam. Bu sifariş bu qədər elədi. Yox. Şükür elə bildim bir dənə sifariş. Heç nə, gedim çatım Əhmədliyə, sonra bir də oradan qoşularam. Çünki mən deyirəm də, mənə atır indi o tərəfə, Nərimanov tərəfdən sifariş, oradan təzədən bu tərəfə. Mən də elə şey istəmirəm, ona görə qayıdaq. 2 dənə atkaz eləmişəm də bu günə. Həftədə nə bilim neçə dənə olar. Mən də istəmirəm. Salamatı geyim Əhmədli zat tərəfə. Niyə yapıldı? Əhmədlidir, xalqlar, qaray. Nəm o tərəfə də, bu tərəfə gəlmək olmaz. Götürək və çatdıraq. Axşamın gözəlliyi başqadır, həmişə demişəm. Axşamın gözəlliyi başqadır. Küləyin isə gözəlliyi çətindir. Bunlarla yavaş-yavaş gəldik. Məhlələrin arası ilə gəldik, çıxdıq Əhmədliyə. Amma tıxaclar başlayır, sizə deyim. Ona görə nə edirik? Veririk özümüzün qabağı tez bazar. Gedək. Bunlar onsuz da çoxsu telefonda oturub bəzi maşınlar. Aha, gəldi, qoy görək haradan gəldi. Gəldi. Xalqlar, 1.93 xalqlar dostluğundan. Get vızqırdı. Əlbəttə ki, yox. Burada niyə nahaq açdım? Yerə Əhmədliyə çatanda açdım. 1.93 xalqlar dostluğundan gör. Mən bir dəqiqə ora girim var ha. Soxa-soxa əlindən tərpənmək olmayacaq. Mənlik deyil. Özü atkaz eləyir, neyinir özü bilər. Götürmürəm o.
Summaya göre yok ha. Yeri rahat değil. Ona göre 1.93. Təsəlliyin. Mən getməliyəm indi ora. O boyda yol 3.8 kilometr deyir. Arası bir 6 kilometr olacaq. Bir başqasına mən götürmək istəmirəm. Nəsə başqa gəldi. Pakistan, Pak dönər. Pak dönər haradır? Gedəcək hara? Model bunu götürürük. 2.8 kilometr. Bax, bunu götürürəm. Yoxsa ki baş üstə, nə baş üstə? Düzəl görüm mən hara getməliyəm. Ne danışır? O bu güc. O geriye dön, sağa dön, geriye dön. Ne danışırsan? Bir düzel de git kafa yolunu uşağı. Düzel de valla sen bezdirmişsən ben. Bizim daha belə eləyək. O qayda pozuntusudur. Yedim oradan. Hop 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 hop. Çünkü ben birbaşa keçsem motosikletlə bu qayda pozuntusudur. Ama elimde keçirtdim. Ona göre qayda pozuntusu değil. 1.9 kilometr. Ya avtobus neyinir? Yatırsın. Geldik diyor bura Pak döner. Sipariş götürək. Görək. Hara geliyor. Nec? Bura gəlim də. Ay sağ ol. Toyuq döner, bastırma döner. Sağ ol. Nədir? Bu nə söz tutduq? Hə, bunu da götürək. 2 dənə dönərdi. Baxmadım, hara gedirəm, neyinirəm. Baxarıq. Bir dənə də belə sifariş gəldi. Avini restoranı, onu da götürdük. Görək hardadır bu Avini restoran. Şıxlinski tərəf yazır. Yaxşı, qoy bir də Avini. Hə, Neapol'a keçirik. Okey. Getdik qardaşlar. Sağ ol. Orada var dirəşib. Ay canavar. Motosikletlə hara dirəşsən? Onsuz da motosikletsən keçəcək probkada. Çatdıq Avini restoranı. 016. Salam. Bu 016 voltun sifariş. Bəli. Sağ olun. Deməli buradan götürdük Avini. Hələ o sifarişi də aparıb. Nə qədər eləyir? 1.1 kilometr. Tusi küçəsi. Tusi buradan da getmək olur. Qoy görək. Tusiyə buradan da getmək olur. Hə, yatdı yenə. Hə, Moldovan. Yəni Moldovan millətinə aid deyil, mala aiddir. Hə. Hə, nə oldu? Əhlərin arası deyə bura, nə olub? Hə. Hara tələsirlər? Hə, girəcəksən birini Allah eləməsin, nə olacaq? Hə, bura. Ay, nə deymək beləsinə? Nə deymək, bax sözüm yoxdur. Bu məhlərin arasında belə maşın sürməzlər. Mümkün deyil, düzgün deyil daha doğrusu. Deməli bir dəfə Moldovan sözü işlətmişəm. Mənə yazırlar ki, bəs Moldavanlar millətinə, qardaşlar, mən Moldovan millətinə heç bir sözüm yoxdur. Söz mal, yəni. Onun kökü maldır. Davan artıq yəni elə deyək də biraz yumuşaldıram, bildiniz necə? Yoxsa durub mənim Moldavanlarla mənim nə işim var ki, millət olaraq? Heç kimlə işim yox. Görək indi 300 metrə. Görək indi o bir sifariş haradır.
maraqlı binalar tikiblər. Görək hansısa binadır. Oy oy oy, buradan bir dənə külək vurur. Gelib çataq, Neapol tərəfdə. İkinci sifariş maraqlı haradır? Yazmış ki, yol üstü sifarişdir. Ayda, burada sıxdır. Ayaqqabım da krasovkadır, hələ ki qış rejiminə tezdir də keçmək. Ona görə nə deyim? Sağa dönün, 5 mərtəbələrdir. İndi təsəvvür edirəm, 5 mərtəbələrdir, özü 5-ci mərtəbə. Hayda, maraqlı olar. Gör ara küçələr nə gündədir. Baxan yoxdur buralara. Hə. Asfalt vurdular, amma baxın qazdılar elə də qaldı. Hə dostlar, bu kanala nə sözümü gətirdim? Rahat baxa bilərsiniz. Bu kanalda söyüş söyülmür. Bu kanalda heç bir etikadan kənar sözlər işlənilmir. Və görə düz gəlmişəm. Bir sifarişi bağladıq. Bu qədər elədi. İndi ikinci sifarişi götürəcəm. Zərifə Əliyeva adına uşaq baxsın. Bir numaradı getdik. Maşına baxın, çox gözəldir maşallah. Subaru'dur, qəşəng yığıb, Allah qorusun. Çox super maşındır. Dəhşət gözəlliyi var bu maşın. Arada belə şeylər də çəkirəm. Siz də belə maşın istəyirsə, heç vaxt kuryer işləməyin. Oxuyun, normal bir peşə sahibi olun. Kuryerli ilə çətinsiz, nə salarsınız? Salam bura. Vay, girdi yavaş. Ay ay ay. Biz geri dönüb qayıtmalıyıq. Neapol tərəfdə. Elə ikinci sifariş demək olar ki, yolun tərəfidir. Onu da verəcəm. Bitirəcəm dostlar. Çünki niyə 5 dənə ətir sifarişi gəldi mənə? Onları hazırlayayım ki, sabah... Oy 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 oy. Dəyəcəkdi. İnir o. Tələsmək lazım deyil. 5 dənə ətir sifarişim gəldi. Onları çatdırım. Hazırlayayım. Sabaha çatdıracam. İndi bu nədir? Bu məhlənin arasıdır. Burayla gedirik. Orayla aparmasın məni. Siz də ətir sifariş vermək istəyirsə, bu nömrəni WhatsApp-la yaza bilərsiniz. Ömər adlı oğlandı. Bilmirəm, buradan tapıb məni YouTube'dan, TikTok'dan, yoxsa kimsə məsləhət görüb, yazıb mənə WhatsApp-a ki, bəs bu atirlər. Hazırlayın sabaha falan yerə. Ona görə bitirəcəm. İndi sizə göstərəcəm hər şeyi. Yəni, ümumi sifariş. Nə qədər nə qiymət. Bir dənə bunu çatdırım, bitirim. Dostlar, bu ilə də mən bitirdim. Sağ olsun, özü düşdü, götürdü. Amma tez bazar istəyirdim bağlaymayı. Buradan 6 sayını asan xidmət tərəfə. Bu nədir? Yaxşı, götürək bunu da. Dedim, tez qaçım alınmadı. Alınmadı. Central Pub restoran. Haradasa buralarda deyim. Ayda, istəyirdim bitirim. Yaxşı, bu sifarişdə aparım. 60 metr. Central Pub. Haradasa qabaqdadır. Qoy görək. İndi deyəsən yanından keçsin mənə. Bitirməliyəm ki, hazırlayayım ətiri. Qaqaş bir ucudan yazır, sağ olsun. Ayda, yox, arxadaydı. 170 metr. Getdi, gedək. Bunu da verək, problem yoxdur. Düzəl. Yenə buna bax. 170 metrədə ilişib qalıb. Bu öldür deyə vəysə. Hara sən göstərirsən, mənə? Nə var? Düz üstüne çıxıram ki. Yox. Neyse, qoy baxım haradadır. Düz gəldiyim yerin arxasındaymış. Dedim də gəlmişəm, yanından keçmişəm. Məhlənin arasında nə qədər dağılmış yollar var ha. Bezdimi? Baxırsan, harasa baxmasın da düşdüm çukura. Çukur. Görək hazırdır sifarişimiz. Çukur. Hazırdır. Gələn kimi vurdu ki hazırdır. Lap yaxşı. Gedək. Maşının dəyişdi, ertəsi gəlib maşın deyəsən buralara araşdırma aparıq. Girək görək içəridə necə gözəlliyi var. Gürcü xəngəli zat normal. Kamera anzaritkası da azdır. Bir dənə belə sifarişdir. Gürcü xəngəli zatdır. Bunu da aparaq 100% orada bitirəcəm. Nətərsə eləməliyəm ki tez bazar bitirim. Deməli 2 kilometr qalıb. Qoy bir dənə orientirovkanı tutum. Adiyam qalır. Gör. Qoy bir dənə orientiri tutum. Mən hansı tərəfə gedəcəm ki
Hadi buradan çıxıram deyə. Hə, buradan dedi sağa. Bildim. Daha tuttum orientiri. Binanı gördüm. Yolu tuttum. Getdik. Buradan üz aşağı gedəcəm. Sağa üz aşağı isə tamamilə doğrudur. Amma bir dənə amma var. 1.9. Hava sağ olsun, bağışlayın. Bura, bu Ukrayna dairəsi dəhşət təhlükəlidir. Düzəltdilər yenə. Güya buranı düzəltdilər. Güya yox, düzəltdilər açığına, amma yenə soxanadır da. Adam qorxur buradan keçməyə. Çünki bilmirsən kim hardan gəlib çıxacaq. Hərə bir yerdən özünü soxur. Mən də məcburiyyətdən qalıb kameranı qoşuram ki, təhlükəsizliklə bağlı. Bax, bu şeydir, Heydər Əliyev parkıdır sağdakı. Axşam yeri var, mən deyirəm, dostlar, külək olmasa qalıb işləyərdim. Saat neçə? Saat cəmi 8-dir. Ona qədər qalıb işləyərdim. Belə də ki, indi görüm, bəlkə sifarişlər versə bu yaxınlara. Bəlkə qalıb işləyərəm. Uzaqlara versə istəmirəm. Uzaq gedim. Deyirəm, qardaş, 5 dənə ətir sifariş edib 30 milli. Özdə bahalı ətirlə qramı 2 manat olan. İstəyirəm, gedim onlara hazırlayım. Bir dənə danışım edeyim qardaşdan. Kart gözləyirəm məndən pul atmağa. Ne bu binadır deyəsən. Nəsə işin gedişinə baxaram, sizi məlumatda saxlayaram. Bu binadır. Bu binaya oxşayır. İndi qalır binanın qarşısına getmək. Məsafə saxla, düz deyir də, məsafə saxla. Ümumiyyətcə, hər maşının arxasına bu yazmaq lazım ki, məsafə saxlayın. Dostlar, belə bir mənzərə görürəm, bilmirəm, görürsə yox. Ağacıma belə saxlayıblar. Bunu kim eləyibsə doğrudan halal deyə. Gör nə gözəl. Həm balkon oldu, həm ağac salamat qaldı. Dostlar, bu mən bıraxmır, bir dənə sifariş verir. Tez bazar bunun kəsti obrusunu verir. Düzəl görüm tez. Все, bağlayaq. Bu axırıncı sifariş bu qədər elədi. Ümumi summanı da görürsünüz. Bu qədər elədi. Gedim. 5-1 ətir sifarişi gəlib. 3də bir qadın sifarişi gəlib. Gedim olanı hazırlayayım. İkisini, 3-ünü bugün çatdırım. 5-ini səhər çatdırım. Dediyim kimi ətir sifarişi vermək istəyirsə bu nömrəyə, WhatsApp-a yaza bilərsiniz. Yüksək keyfiyyət. Demirəm, ucuz. Yox, ucuz zad deyil. Yəni normal qiymətdir, keyfiyyəti də superdir. Ucuz mala çox da aldanmayın. Var tanıdığım adam hansı ki ucuz mala qaçır, baxırda da ki heç nə də. Hə dostlar, çox sağ olun ki video bu yerə qədər baxdınız. Sizə təşəkkür edirəm. Sizə can sağlığı arzu edirəm. Xoşbəxt olasınız. Mən dönüm buradan. Qazancı görürsünüz, bütün sağda görsənir. Kanala abunə deyilsə, abunə olun. Videomu bəyəndinizsə, bəyənmə işarəsini basın. Sualınız varsa buyurun, kommentdə sual verə bilərsiniz. Böyük həvəslə cavablandıraram. Nə gözəldir bura. Bura nə gözəldir, ay qardaş. Bütün həyətlər, məhlələr belə olardı. Bir dənə bir şey pisdir, düz məhəllənin arasıdır. Bu binanın yanıdır, bu şadlıq evi. Ona görə biz bitirək. Sizə uğurlar və xoşbəxt olun, sağ olun.